Gəlin qızlar belə eləyək, 30 manatdan yığaq, müəllimələrə müəllimə verək, nə qədər yığılacaqsa. 3 manatdan da yığaq, 3 manatdan 5 manatdan. Bir dənə gül alaq. Kanalımıza müraciət edən, adının açıqlanmasını istəməyən vətəndaşların verdiyi məlumata görə Binəqədi rayonu 8-ci mikrorayonda yerləşən Nərman Nərmanov adına 248 nömrəli tam orta məktəbdə müəllimlər günü üçün hər şagirddən 30 manat məbləğində pul yığılır. Qızlar salam. Oxuya bilmirəm. Bir an bildim ki, müəllimlər gününə görə pul yığmaq istəyirsiniz. Hansı müəlliməyə, hamısına mı, nə qədər məbləğ olacaqsa xəbərim olsun. Bir çatarsa mən irəliyəm. Gəlin qızlar belə eləyək, 30 manatdan yığaq, müəllimələrə müəllimə verək, nə qədər yığılacaqsa. 3 manatdan da yığaq, 3 manatdan 5 manatdan. Bir dənə gül alaq. Yəni müəllimə qucağında gülsüz getməsin. Anası da təzə rəhmətə gedibdi. Mən səhv eləmirəmsə anasının 40-a çıxıb, ya çıxmayıb. Qəlbi qırıqdır. Baxın, özü də cavandır, elə şey olduğuna bax. Mənim fikrimdə, yəni məni eşitsəniz, gəlin bunu yığaq, birinci gün hamımız buna taxıq. 3 manatdan, 5 manatdan yığaq, gül alaq. Eyb yoxdur. Hamısı qurban olsun balalarımıza, hamısı. Ay, anlayım səni, başladım səni. Yoxunca deyəndə Allah aşkına. 30 manat yığırsınız, 30'u verir. Kontrolü yığır, kontrolü verir. Yasəmən buradadırsa baxsın, hamısı birimizə yox demişəm. Demişəm Fərqanə pul alırıq. Məsəl üçün belədir, demişəm baş üstə. Elə sən Yasəmənlə olanda. Bəyəm nəyə yox demişəm, Allah belə çıxmasın. 30 manatdan əlavə 5 manatdan yığaq, pul alaq müəllimə əli boş getməsin. Amma baxıram ki, 25 uşağın 25'i də razı olsun da başqa demişəm. 15 dənə uşağın, 25 dənə uşağın yerinə Fərqanə götürüb 50 manat verməlidir. Başqa dönürsən. Bilirəm, fərzə bilirəm. O birisi sinifdə məlumat verdilər ki, 15 manat. Mən də elə bütün valideynlərin yanında müəllimənin özünə dedim ki, müəllim, mən 3 dənə uşaq oxuduram. İmkanım yoxdur. Özümdə səhhətim normal deyil. Mən 10 manat verəcəm. Heç olmasa qrupda demə, dedim onu demək deyil. Mən nəyəmsə buyam bacı. Mən 10 manatdan yuxarıya verə bilmərəm. Elə deyil. 5 nəfərin 25'i də 30 manatdan versə, içindən qarışıq. 750 manat pul edir. Onun heç olmasa 50 manata bir buket gül yığdırsın fərzə. 700 manatı da qoysun paketin arasına versin. Bunu müəllimənin özü bilər də. Kimə nə böləcəksə bölüb verəcək. Ən azından Azərbaycan dilidir, riyaziyyat da ingilis dilidir. Onlara hörmət olunmalıdır. Riyaziyyat mütləq olunmalıdır, ingilis dilidir. Valla nə deyim, mənim gücüm ondan yuxarıya çatmır fərzə. Heç kim məni qınamasın bacı. Halbuki hər il aidiyyəti qurumlar dəfələrlə bildirir ki, müəllimlər günü münasibəti ilə valideynlərdən pul yığılması qəti qadağandır. Təhsil Nazirliyi bunu yasaqlasa da, təəssüf ki, bu qanunsuz ənənə hələ də davam edir. Müəllimlərə hörmət və dəyər pul yığmaqla ölçülməməlidir. Belə halların təkrarlanması bir daha göstərir ki, bəzi məktəblərdə nə valideynlərin narazılığı, nə də dövlətin qoyduğu qadağalar nəzərə alınır. Aidiyyəti qurumlar bu məsələni ciddi şəkildə araşdırmalı və qanunsuz pul yığan məktəblərə qarşı qəti tədbir görməlidir.